Bismillahirrahmanirrahim. Selamun aleyküm. Değerli Müslüman kardeş ve bacılar. Mən bu videonu çəkməyə ona görə məcbur oldum ki, bir neçə il bundan qabaq əqidə məsələsi olan vilayət barəsində bir geniş cümə günündə, cümə moizəsi olaraq bəhsimiz olmuşdu. Ümumiyyətlə Peyğəmbərin, imamın, müctehidin bizim başımızın üstündə rəhbərliyinin hansı həddə olması, Allah təyin eləyən məsum rəhbərlə qeyri-məsumun bizim başımızın üzərində rəhbərliyinin həddi hüdudun dəlillərlə danışmışdıq. Amma bu günlər ərzində, daha doğrusu bu bir neçə ay ərzində o təqribən bir 50 dəqiqə yaxın olan bəhsdən bir cümləni götürüb İslam marifindən xəbəri olmayan cəmiyyət arasında qloballaşdırıblar, paylaşırlar. O bundan ibarətdir. Mən orada yenə deyirəm, mövzu geniş mövzudur. Orada bir cümlə demişəm ki, Allah təyin eləyən rəhbərin, Peyğəmbər və imamın, zamana imamının hökmü birbaşa Allahın hökmüdür. Hara qədər mütləq vilayət demişəm orada. Bu dini termindir və əqidə məsələsidir. Əlbəttə, bunu gərək dini termindən, Qurandan, İslamdan marifi biliyi olanlar başa düşər. Yəni, İmam Peyğəmbərin bizim başımız üstə rəhbərliyi nə həddədir? Hətta demişəm o yerə qədər ki, məsələn, İmam-ı Zaman əleyhissalam ya Peyğəmbər öz zamanında zamanın imamı idi. Zamanın imamı gəlib desə ki, xanımı boşamasan kafir olarsan, oğlu öldürməsən kafir olarsan, bunun dəlili var. Birinci Quran-ı Kərim Əhzab surəsi 6-cı ayə. Allah Teala buyurur ki, Ən-Nəbiyyü əvla bil mu'mininə min ənfusihim. Yeni adresini deyirəm. Əhzab surəsi 6-cı ayə. Peyğəmbər möminlərə özlərindən daha əvladır. Əvla nədir? Vilayətdən söhbət edir. Rəhbərliyi Peyğəmbərin bizim üstümüzdə özümüzə rəhbərliyimizdən üstündür. Yəni, mən özüm haqqımda bir söz deyirəm, bir qərar alıram. Peyğəmbər və ya zamanın imamı gəlir, deyir, belə deyil, belədir. Artıq orada mənim sözüm gedir, artıq yəni əmrdən, əməldən çıxır kənara. Peyğəmbərin və zamana imamının sözü Allah hökmü olduğuna görə mən onu o cür qəbul edirəm. Bu vilayət məsələsidir. Mütləqə vilayət budur. Mütləq, qeydsiz və şərtsiz ilahi rəhbərin, əmrlərin, sözlərin qəbul eləməyə deyirlər. Mütləq vilayət və Əhzab surəsi 6-cı ayədə də Allah Teala buyurur. Əhzab surəsi 36-cı ayədə Allah Teala buyurur. Əuzu billah və ma kana li mu'minin və la mu'minə İza qadallahu və rasuluhu əmrən ən yekuna lahumul xiyara min əmrihim. Heç bir mömin kişi və mömin qadına yaraşmaz, layiq deyil ki, Allah və onun Peyğəmbəri bir fərman verdikdə onların öz işlərində ixtiyar sahibi olsunlar. Hətta bu, bilirsiniz, Quran-ı Kərimdə yeganə adı çəkilən səhabə Zeydin evliliyi barəsindədir. Zeynəb istəmirdi Zeydi. Allah Peyğəmbərə buyurdu ki, Zeynəbi evləndir Zeydlə. Allah burada ayə göndərir. Allah və Peyğəmbəri hökm elədi. Möminin və möminənin, kişi və qadın iman sahibinin imandan söhbət gedir. İmanı olan Allahın və Peyğəmbərin hökmü gələn yerdə artıq ixtiyar sahibi deyirlər. Bu ilahi əmrdir. Mən bu ayələrə əsasən demişəm ki, zamana imamının, yenə deyirəm, Peyğəmbər də öz zamanında öz zamanın imamı və ilahi rəhbəri idi. Onların sözləri gələn yerdə bizim sözümüz düşür sual altına. Hara qədər, hətta mən demişəm ki, ora qədər ki, ağıl işləmir, məsələn, ağıl qəbul eləmir, mən duran başqasının sözü ilə xanımıma təlaq verəm və yaxud da oğlumun qətlə hökm verəm. Bu yerə qədər Peyğəmbərin sözü və imamın sözü bizim üçün dəlildir. Çox təəssüf eləyirəm bu günləri İslam marifindən cəmiyyətimizin əksəriyyəti xəbəri olmadığına görə bugün təkfirçi cərəyan və deyəcəyim hansı nöqsanlara özləri sahib olduğu halda bugün bir əqidəvi, Quranla dəlil olan bir məsələni götürüblər, bir cümləsini çıxardıblar, paylaşırlar və Azərbaycanımızın əzəmətinə, əxlaqına layiq olmayan şəkildə təhqiramiz ifadələrlə münasibət göstərirlər. Və o cümləni oradan çıxardanlar bilirsiniz, qardaşlar, bacılar kimdir? O adamlar ki,
öz xanımların, üzr istəyirəm, loro dildirsə, öz arvadların bir neçə il bundan qabaq Suriyaya cihad nikahına və yaxud da nikah cihadına aparan şəxslərdir ki, bu cümləni, əqidəmi məsələni bəzəyib çıxardılar. Həmin şəxslərdir ki, bir orduya xidmətdən ötürü aparıblar öz xanımların, hələ də İraq zindanlarında onların xanımları əsirdir. IŞİD tərəfindən orada xidmətdə olduqlarına görə İraq əskərləri tutublar və bu gün də onların zindanlarındadır. Əlhamdülillah Rabbil aləmin. Və bu günləri mən demişəm, Allahın əmri gələndən sonra adam öz xanımın da boşamağa əmr olunsa, buna itaət eləməlidir. Nisa surəsi 59-cu ayə əsasən Ətiullaha və Ətiur Rasul və ulil əmri minkum. Allaha, peyğəmbərə və əmr sahiblərinə, yəni imamlara itaət edin. İtaət onların əmrlərinə mümkün qədər müti şəkildə qul olmağa deyərlər. Amma bu günləri cəmiyyətimiz o həddə çatıb ki, İslamı həyatlarımızdan çıxartdığımıza görə o həddə çatıb, Allah, peyğəmbər, imam deməsə belə, yəni onlar boşanmağa daha pis baxırlar. Halalların içində Peyğəmbərimiz buyurur, mənim halalların içərisində ən çox sevmədiyim şey boşanmadır. Halbuki bu günlər cəmiyyətimiz xırda maddi şeylərə görə evdən, ailəsindən ayrılırlar. Boşanmalar dünyəvi şeylərə görədir. Amma cəmiyyət bu günləri bir əqidəvi məsələni götürüb təhqir edir. Adi bir stəkan nəlbəki çatışmamazlığından ötürü, nə bilim telefondan ötürü, maşından ötürü, evdən ötürü bu gün ailələr boşanır. Bu problem deyil. Bir dənə əqidəvi məsələni izah eləmişik və orada bir misal olaraq vurmuşuq. Bunu problem yaradıblar. Çox təəssüflər olsun. Ümidvaram Allaha bu cavabdan sonra bunu öyrənməyə çalışacağıq, bu əqidəvi məsələlərimizi, əsl İslamımızı öyrənməyə çalışacağıq. Allah Teala bizə həqiqi İslamı, Muhammed Ali Muhammedin İslamını başa düşməyə fərasət versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.